ki Amerika Birləşmiş Ştatlarının zərbə endirmə ehtimalı məsələsi aktuallaşandan sonra Rusiyanın intensiv telefon zəngləri var. Daha doğrusu İranla danışıqlar öz yerində, amma İsrailin baş naziri ilə danışıq. Eyni zamanda İsraili bu işin içinə atma cəhdləri. Nəyə nail olmaq istəyir Moskva və burada onun maraqlarını necə təmin etmək olar? Bilirsiniz, İran çox vacib bir tərəfdaşdır. Onlar arasında deməli ötən ilin sonlarında da strateji tərəfdaşlıq haqqında bir sənəd imzalandı. 47 bənddən ibarət. İran bu günlərim Rusiyanın deyək ki, qərblə vəziyyətinin pisləşməsi fonunda və ciddi sanksiyalara məruz qalması fonunda, o cümlədən logistik və enerji sahəsində, neft, qaz sahəsində və deməli sanksiyalara məruz qalması fonunda Rusiya bütün özünün diqqətini şərqə doğru yönəldir. Və İran burada əsas dövlətlərdən birinin rolunu oynayır. Rusiyanın xarici siyasət doktrinasında cənub bazarlarına doğru irəliləmə, yəni daha çox bu ölkələrlə, cənub ölkələri ilə daha çox biznes qurmaq, əməkdaşlıq etmək əsas hədəf kimi götürülür. Və bunun üçün hətta strategiyalarında bir deməli böyük bir qlobal layihə də var. Şimal-Cənub layihəsi, onun bir hissəsi də Azərbaycandan keçir. Şimal-Cənub layihəsi, logistik layihəsi bu Rusiyanın min illərdən bəri gələn isti dənizlərə çıxış kimi arzusunu təmin edəcək bir layihədir. Yəni, bunun da əsas nöqtəsi və ümumiyyətlə bu Şimal-Cənub marşrutunun 3 deməli yolu var. Azərbaycan üzərindən ən qısa yoldur, Xəzər dənizinin üzərindən və Xəzər dənizinin şərqindən, Qazaxıstan, Türkmənistandan İrana və gördüyünüz kimi hər 3 marşrut bu Şimal-Cənub marşrutu üzrə hər üçü İranda sonlanır. Yəni İran o dərəcədə çox mühüm bir əhəmiyyət kəsb edir Rusiya üçün. Hazırda vəziyyətin çox ciddi dəyişəcəyi fonunda əlbəttə bu Rusiya üçün də böyük bir risklər yaratmış olur. Rusiya ən azından böyük bir tərəfdaşını itirə bilər. Əgər yeni rejim gələcəyi təqdirdə və orada artıq vəziyyət nə cür olacaq? Hazırda İran hökuməti bilirsiniz, Rusiyanın Ukraynaya olan müharibəsində çox ciddi bir dəstək verir. Şahid dronlarıyla deməli istehsalı ilə bağlı, ötürülməsi ilə və ümumiyyətlə Rusiyada onların zavodlarının açılması ilə bağlı. Rusiya da eyni zamanda İrana böyük bir dəstək verirdi. Maliyyə dəstəyi, hətta bu müharibə aparmasına baxmayaraq İrana da müəyyən bir dəstək verirdi. Amma faktiki olaraq hər iki ölkə bugün sanksiyalar altındadır və bir-birinə də bir qütbdə yerləşirlər, belə deyək, və bir-birinə də dəstək verirlər. Və əlbəttə İranda vəziyyətin dəyişməyi bu Rusiya üçün də ciddi fəsadlara gətirib çıxardacaq. Aydın.